İndi bundan sonraki mərhələdə mən izah edəcəm ki, bu dataların toplanması niyə Azərbaycan üçün, Azərbaycan vətəndaşı üçün təhlükəlidir? Birinci bunu dedim. Bu təhlükə deyək ki, xaricdən gəlir. Azərbaycan dövlətinin doğrudan pis bir niyyəti yoxdur. İlham Əliyev 22 ildə Azərbaycan insanını xoşbəxt etməyə çalışır. Əlindən gələni edir. Sutkada 28 saat çalışır. İllərdir yatmır da, amma nəysə də alınmır, tam alınmır. Burada da bir xoş məram qoyub qarşısına. Onun hökuməti özü başda olmaqla çox gözəl. Gəlin birdən təsəvvür edək ki, bax, bütün bu məlumatlar düşür xarici dövlətlərin əlinə. Bu o deməkdir ki, Azərbaycanın hər bir vətəndaşı təhdid altındadır. Bu o deməkdir ki, həmin məlumatlardan Azərbaycan vətəndaşlarına qarşı istifadə oluna bilər, onlara təzyiq oluna bilər, onlar əməkdaşlığa cəlb oluna bilər. Və orada bu mənim təsəvvür etdiyimdir. Kiber təhlükəsizlik üzrə mütəxəssis sizə burada azı bir 50 bənd də əlavə edə bilər. Sual olunur ki... Adam şantaj altındadır. Bəli, və yeri gəlmişkən dünyada ən güclü hacker qrupuna malik olan dövlətlər də məhz Azərbaycanda marağı olan dövlətlərdir. Bunun biri İrandır, biri Rusiyadır, biri deməli Çindir, biri də İsraildir. Təbii ki, Amerika Birləşmiş Ştatları ən başda gedəni. İndi gələk bunun daxili istifadəsi məsələsinə. Niyə bu məsələ indi gündəmə çıxdı? Ramiz Mehdiyev mövzusu, həbslər, təqiblər, təhdidlər və bir də belə bir fərman. Baxın, bunların hamısı oktyabr, noyabr aylarına təsadüf edir. Təsadüfdürmü? Əlbəttə təsadüf deyil. Bir daha deyirəm, əgər bu qanuni bir addım olsaydı, bu əsaslandırılmış bir fərman olsaydı, onu niyə siliblər? Silməyə nə ehtiyac var idi ki? Dövlət də özü üçün bir data resursu yaradır, data bazası yaradır da, lap yaxşı. İndi gəlin deyək ki, həmin dövlət başa düşür ki, onun məsələn 2026-cı ildəki büdcəsində gəlirlərin artımı cəmi 300 milyon, yəni 1%-dən aşağı gözlənilir keçən illə müqayisədə, kəsir isə təxminən 12-13% civarında gözlənilir büdcə kəsirləri. Bilirik ki, ictimai-siyasi sabitliyin əsas zəmanəti də sosial-iqtisadi sabitlikdir. Azərbaycanda sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, gəlin baxaq, ümumi görə hakimiyyət hansı addımlar atır? Ramiz Mehdiyev şousu və bu şou ətrafında cəmiyyətdəki